manqal üstü saskasıdır bu. Manqal üstü. Manqal üstünün deməli həm saskası var, həm sardelkası var. Bu da sardelka fasondadır. Təzə aldım. Təzə çıxıb nəsə o belə bir məhsul almışıq. Aras supermarketindən almışıq. Yəni kimi ara sıra istifadə edirik də. Biz manqal üstü saskasından ara sıra istifadə edirik. Bu dəfə alınan bax bu saskadan içərisində nəsə kley kimi nəsə tökülür. Yəni bax burada baxırsınız burada. Burada bax belə deşiklərində nəsə sıxanda baxın. Baxın görünür bax. Bax buradan da görünür bax. Kley kimi nəsə. Bax indi kəsirəm də elə bir şey. Kəsirəm. Bax fikir verdiyiniz bax kley kimi nəsə tökülür. Bax bu şübhələr yaradır bu. Bax bu kley kimi tökülən nədir? İçərisində. Çəngəllə belə kəsib yeyirsən, yəni bunun içərisindən nəsə kley kimi tökülür. Bu bir bu da istər-istəməz insanı iyrəndirir, həm də şübhələr yaradır ki, bu nədir? Bunun içindəki hansı ingrediyentdir? Bu deməli pendirlidir. Pendirlidir. Bilmirəm, bəlkə də bu təzə çıxıb. Bax bunun içindəki hansı məhlul kimi belə, bax göstərdiyim kimi bu çox iyrənc bir deməli görüntü yaradır. Ona görə də mən təəssüf edirəm ki, bu belə bəlkə də bilinir, mənim üçün mənşəyi məlum olmayan bir məhlul kimi göründü. Yəni indiyənə kimi qarşıma çıxmayıb. Ara sıra dediyim kimi manqal üstü saskasından istifadə edirik. Bu halal nemətin məhsuludur. O belə iyrənc bir məhlul kimi, kley kimi bax elə içərisindən töküldü. Bu da bizi doğrudan da iyrəndirdi. Bu bişməmişdi. Bax bu saska bişmişdi, bu bişməmişdi. Baxın bax bıçaq bax bulaşdı bax. Üzərində də var, baxın. Bunun üzərində də bax belə bişməmişdi. Bunun üzərində də bax belə kley fasonunda belə məhlul kimi var nəsə. O dediyim bu da baxın. Hələ çiğlanda bax daha. Yenə də bundan da çıxdı. Yəni belə sıxdıqca baxın bunun içərisində məhlul var bax. Baxın bu. Bu məhlul. Bu şübhələr yəni həm də iyrənc. Baxın yəni kəsdikcə baxın. Baxın. Yaxından çək biraz. Baxın görün nə qədər məhlul töküldü. Bu nə iyrənclikdir. Bax bu bəlkə də bunun tərkibinə daxil olan ingrediyentdir. Amma bu iyrənc bir görüntü yaradır. Bu nədir? Bax bu nə biabırçılıqdır bu. Baxın bu nədir? Məhsuldur. Bunu satıb insanlara satırlar bu. İyrənc bir məhsulu. Mən hesab edirəm ki, Min Bərəkət və yaxud Aras özü onu müəyyənləşdirib cavab verməlidir ki, bu nə məhluldur? Bu saskanın içərisindən çıxan bu nədir?